Günler, salam hörmətli izləyicilər. Deməli, bir də bir sual var idi, ehtimal məsələsinə aiddir. Deyir ki, masallı sözün hərfləri müxtəlif kartlara yazılaraq qutuya qoyulmuşdur. Kartları bir-birinin ardıca təsadüfən çıxartdıqda, yenidən alınan sözün masallı olması hadisəsinin ehtimalını tapın. Baxın, deməli, masallı söz neçə hərfdən ibarətdir? 7 hərfdən ibarət, düzdür. Birinci bizə hansı hərf lazımdır? M hərfinin çıxma ehtimalını tapmalıyıq. M hərfi neçə hərfdir? 7 hərfdən 1 edir, düzdür. Deməli, birinci M hərfinin çıxma ehtimalı olacaq 7-də 1. Sonra ikincidə çıxmalıdır. A hərfi çıxmalıdır. M getdi. Yerdə qaldı 6 dənə hərf. 6 hərfdən neçəsi A-dır? İkisi A-dır. Deməli, A hərfinin çıxma ehtimalı nəyə bərabər olacaq? 6-da 2-yə bərabər olacaq. Sonra A da getdi. Yerdə qaldı 5 hərf. 5 hərfdən S hərfinin çıxma ehtimalı nə olacaq? 5-də 1 olar, düzdür? Bərabərdir 5-də 1. Sonra S da 7-dən sonra nə qaldı? Allı sözü qaldı. Allı hərflərin 4 hərfdən A çıxma ehtimalı nə olacaq? Əlbəttə 4-də 1 olacaq, düzdür? Olacaq vurulsun 4-də 1. Sonra A getdən sonra nə qaldı? L, I qaldı. 3 hərfdən L hərfinin çıxma ehtimalı nə olacaq? 3 hərfdən 2 L-da. Deməli, L hərfinin çıxma ehtimalı olacaq 3-də 2. Həmçinin sonunda nə qaldı? L və I hərfi qaldı. Yenidən bizə L hərfi lazımdır. L hərfinin çıxma ehtimalı nə olacaq? 2-dən 1 L-dır. Deməli, L-ın çıxma ehtimalı olacaq 2-də 1. Və nəhayət axırda I hərfi tək qalacaq. Onsuz da 100% çıxacaq. Onu yazmağa ehtiyac yoxdur. 7-də 1, 6-da 2, 5-də 1, 4-də 1, 3-də 2 və 2-də 1. Bunları bir-birinə vurmaq kifayət edir. Sağ olun.